Şeytanın evlilikdə əri aldatdığı 5 yol. Birincisi, həyat yoldaşını başqaları ilə müqayisə etdirər. Bax, digər qadınlar elədir, səninki belə, deyərək kişinin qəlbinə vəsvəsə edər. İkincisi, kiçik problemləri böyüdər. Bəsit bir müzakirəni sanki böyük bir müharibə imiş kimi göstərər. Üçüncüsü, səbirsizliyə itələyər. Bu qadın heç dəyişməyəcək də, deyərək kişini səbrini tükəndirər. Dördüncüsü, gözü çölə çevirər. Evdən çöldə daha yaxşısı var, deyə fısıldayar, sədaqəti zəiflədər. Beşincisi, sevgi dilini unutdurar. Kişinin gözəl söz söyləməsini, marağını və şəfqətini kəsməsinə zəmin yaradar. Unutma, şeytan evliliyi yıxmaq üçün əlləşir. Amma Allaha sığınan, səbr edən, müqayisədən uzaq duran və həyat yoldaşına şəfqət və mərhəmətlə yaxınlaşan ər, şeytana qarşı ən böyük zəfəri qazanır. Evlilik Allahın bir əmanəti. Onu qorumaq isə bəndəliyin ən böyük imtahanıdır. Hazırladı Elvin Mürtəza Nurşəhri.